Bəzən həyatda qalmaq şans məsələsinə çevrilir. Bəxtin gətirərsə, ömrün davam edəcək. Taley isə onu dəfələrlə belə çətin anlarla sınayıb. Bir neçə dəfə yanıb, maşın vurub, uçuruma düşüb, üstəgəl təyyarə qəzası. Bütün bəlalardansa yüngül xəsarətlərlə canını qurtarıb. Frane Selak yaşadıqlarına görə dünyanın ən bəxtsiz şanslısı adlandırılır. Xorvatiyadan olan musiqi müəllimini bu statusa gətirən hadisələr isə 1962-ci ildən başlayır. Mindiyi qatar reysdən çıxaraq çaya düşür. 17 sərnişin boğularaq ölür. Onu isə bir nəfər xilas edir. Bir il sonra isə sərnişin olduğu təyyarədə nasazlıq baş verir. Qəzada 19 nəfər həyatını itirir. Selak isə təyyarədən tullanaraq samanlığa düşür və sağ qalır. Növbəti fəlakətlə 1967-ci ildə qarşılaşır. Avtobus çaya düşdüyü zaman 4 nəfər dünyasını dəyişir. O isə yüngül bədən xəsarəti alaraq ölümdən sovuşur. Lakin xorvat müəllimin macəraları bununla da bitmir. Bu dəfə hadisəni öz avtomobilində qarşılayır. 1970-ci ildə maşınının alışdığını görərək ondan düşür və dərhal uzaqlaşır. Bir neçə saniyə sonra avtomobil partlayır. O, 73-cü ildə də avtomobilində yanğınla üz-üzə qalır. Selakın bu qəzada yalnız saçları yanır. 6-cı qəzasını isə 1995-ci ildə yaşayır. Onu avtobus vurur. Bu dəfə xırda kəsiklər və qançərlərlə canını qurtara bilir. Növbəti bədbəxt hadisə 1996-cı ildə yaşanır. Yük maşını ilə toqquşmadan qaçmağa çalışan Frane idarəetməni itirir. Avtomobili uçuruma düşür. O isə uçurumun kənarındakı ağaca yapışaraq sağ qalmağa müvəffəq olur. Bu başına gələn son qəza idi. Taley isə onu uzun illər sınaqlarına görə mükafatlandırmaq qərarına gəlir. 2002-ci ildə aldığı lotereya Selaka $1 milyon qazandırır. Bu pula 2 ev və qayıq alır. Məbləğin böyük hissəsini 2010-cu ildə qohumlarına, dostlarına bağışlayır və xeyriyyə işlərinə xərcləyir. Frane Selak 30 noyabr 2016-cı ildə 87 yaşında vəfat edir. Bu Selakın başına gələnlər idi. 7 böyük qəzadan sağ çıxan, lotereyada $1 milyon qazanan dünyanın ən bəxtsiz şanslısının hekayəsi. Ruhiyyə Nəcəfli, Şəbnəm Fərmanlı, Humayız Cəfərova. Mira TV, New York, Amerika Birləşmiş Ştatları.